Qərar vermə prosesimizdə zehnimizin bizə qurduğu oyunlardan biri də bilirsən nədir? Təkrar gördüklərimiz və təkrar eşitdiklərimizə sorğulamadan inanmaq. Məsələn, bir insan haqqında o işinin peşəkarıdır deyildiyi zaman və bu çox təkrarlandığı zaman zehnin bunu sorğulamadan, yəqin ki, işində həqiqətən peşəkardır deyir və yaxud da hər hansı brend haqqında çox yaxşı şeylər eşitdiyin zaman həmin brendin çox yaxşı olduğuna inanırsan. Bundan ən çox marketinqdə istifadə edirlər. Bunun əksi də keçərlidir. Yəni biri hər hansı brendi ya da hər hansı insanı davamlı şəkildə pisləyirsə, bir yerdən sonra sən də sorğulamadan onun haqqında artıq pis düşünməyə başlayırsan. Bu bizim qərar vermə prosesimiz üçün o qədər vacibdir ki, çünki zehnimiz deyir ki, mənə qısa yolları gətir. Çünki mən zehinlə gün ərzində o qədər çox qərar verirəm ki, oturub onu düşünə bilmərəm. Yəni ona fərqindəlikli, şuurlu bir zaman ayıra bilmərəm. Bunu məndən gözləmə. Biz də zehnimizin bu oyununa düşdüyümüzdə həqiqətən tam da onun dediyi kimi eləyirik. Bizə davamlı şəkildə hər hansı insan ya da əşya haqqında təkrarlanılan düşüncələri, şərhləri sorğulamırıq. Zehnimin sən oynadığı bu oyundan artıq xəbərdar olduğuna görə düşünürəm ki, gələn dəfə qərar verdiyin zaman artıq buna uyğun qərar verə bilərsən. Hələlik.